Evinizə qonaq gəlirsə qəfildən, tez bazar bu yeməyi hazırlaya bilərsiniz. Heç nə, kartoşkanı doğrayın qoyun, bişsin, püre hazırlayacağıq. Kərə yağı, duz, istiot vuram, biraz da sarkök vuram. Varsa Holland pendiri biraz qatın içinə dadlı olur. Qoyun qırağa. Toyuğun filesini nazik-nazik, belə gördüyünüz kimi doğrayıram. Duzluyuram, istiotlayıram. Duru yağda o üz bu üz qızardıram. Toyuğu ümumiyyətlə qızardanda qızlar, çalışın ki, bir üzü qızarsın, ondan sonra çevirin ki, onda suyunu buraxmır. Kəkliyotu da vurdum və salam. Toyuq qızarandan sonra üzərinə belə nar şərab çəkirəm. Özüm hazırlamışam bu arada nar şərabı. Və üzərindən hazırladığım püreni yığıram. Ən üst qatdan isə Holland pendir əlavə edib qapağını bağlayıram. Çox vam atəşdə pendir tam əriyənə qədər qoyuram bişsin. Süfrəyə verəndə üzərinə nar, soğan, göyərtidə oxşum əlavə edirəm və salam. İnanın, o qədər dadlı, doyumlu bir yeməkdir ki, çox ləzzətlidir hazırlayın.